وقل رب زدني علما. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه ecmaîn. Amma ba'd. Deməli qardaş soruşur ki, əvvəlki imanı, yəni insan əldə etmək üçün nə etməlidir? Yəni biz bilirik ki, insan hər kəs namaza başlayanda, yəni onda gözəl iman olur. Yəni təqvalı olur, imanlı olur, əmələ həris olur. Sonra get-gedə insan zəifləyir. Və hətta bir gün elə bir vaxt gəlib çatır ki, əvvəlki imanı arzuluyur. İlk kaş falan vaxt olaydı. Yəni həmin imanı qaytarmaq olar. Yəni sual budur. Cavab odur ki, əlbəttə olar. Əlbəttə olar. Yəni birincisi təbii ki, çətindir. Amma çətin olsa da, necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, və innehu la yasirun ala men yassarahullah aleyh. Diyor, o diyor asandır, Allah'ın asan ettiği insana. Və innehu la yasir ala men yassarahullah aleyh. Birincisi gərək insan Allah asanlaşdırsın. Allah müvəffəq etsin. Çünki Allah müvəffəq etməsə mümkün deyil. Allahümme la səhlə illə mə cəaltəhu səhlə və əntə təcəlül həznə izə şeytə səhlə. Allahım sənin asan etdiyindən başqa heç bir asan iş yoxdur. Və sən istəsən bir şeyi asan edərsən. Deməli bu iman əhli olmaq da, hansı ki Allah Azza və Cəllə sevir bunu. Yəni istəyir ki qulları belə olsun və Allah müvəffəq etməyi istəyir. Sadəcə insan nə etməlidir? 3 şeyə diqqət etməlidir. Birinci, ihris alə mə yənfa'uk. Sənə fayda verən şeyə həris ol. Yəni sənə iman gətirən şeyə həris ol. İman nə ilə gəlir? Elm, faydalı elm və salih əməl. Faydalı elm və salih əməl. Fəmən kənə yərcu liqa'a rabbihi fəliyə'məl əmələn salihən və la yüşrik bi ibadəti rabbihi əhədə. Əgər kim Rəbbi ilə görüşməyə ümid edirsə, fəliyə'məl əmələn salihə. Salih əməl işləsin. Və la yüşrik bi ibadəti rabbihi əhədə. Yəni Rəbbinə etdiyi ibadətdə heç kimi ortaq qoşmasın. Yəni ixlas və sünnə. Həmçində ki, huvəl-ləzi xalaqal mevtə vəl-həyətə liyəbluvakum əyyukum əhsən əməl. O ölümü və həyatı yaradıb ki, sizin görüm hansınız daha əhsən, daha gözəl əməl sahibi olduğunu bilmək üçün. Əbu Ali rahimehullah Fudayl ibn İyad deyir ki, əhsən əmələ yəni əxlasuhu və əsvabuhu. Əxlasuhu yəni ən ixlaslı Allah üçün olan, Allahın üzü üçün, cənnət üçün, cəhənnəmdən qurtarmaq üçün, Allah Azə və Cəlləni görmək üçün. Nə qədər ayələr var, yəni onlar Allahın üzü üçün edərlər. İnnəmə nut'imukum livəchillah. İnnəmə nut'imukum livəchillah. Nuridu minkum cəza'an və la şükura. Biz sizi yalnız Allahın üzü üçün yedizdirik. Sizdən heç nə, yəni təşəkkür istəmirik, gözləmirik. Yəni insan bax, nə qədər insanda bu vəsf varsa, o qədər ixlası güclüdür. Yəni edir, heç nə gözləmir. Hətta belə yəni tərpənmir ki, yəni bu mənə heç nə demədi. Hətta istəyər ki, deməsin. Bəlkə də, yəni istəyər ki, deməsin. Yəni çünki istəyər ki, tam Allahın istəyini istəsin. Ona görə yaxşılıq edəndə mizan budur. Yəni yaxşılıq etdiyin tərəfdən heç nə gözləməmək. Yəni əxlasuhu əsvabuhu nədir? Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun olur. Yaxşı, birincisi nədir? İhris alə mə yənfa'uk. Həris olmaq. Yəni insan çalışmalıdır, həris olmalıdır. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Yəni o kəslər ki, çalışar, biz onları mütləq hidayət edəcək. Fikir mütləq hidayət edəcək. لَنَهْدِيَنَّهُمْ. لَنَهْدِيَنَّ orada nədir? Ləmu təvkid və ləmu təvtiə və nunu təvkid. İkisi birləşən nəyi bildirir? And, qasəm. Yəni vallahi lənəhdiyənnəkum. Allah lənəhdiyənnə hum subulənə. Biz mütləq onları öz yolumuza hidayət edərik. Yəni. Yaxşı, sonra nədir? İkinci, vəstəin billah. Sənə fayda verən şeylər həris ol. İkinci, Allahdan yəni yardım istə. Allahdan yardım istə. Yəni dayanmadan, durmadan. Yəni Allah müvəffəq et, Allah müvəffəq et. Əgər elm istəsənsə dayanmadan Allahdan yardım istə, sənin üçün asanlaşdırsın, açsın, öyrətsin. Vallahi çox çətindir. Çox yəni ağırdır. Amma Allah asanlaşdıranda asanlaşdırır. Baxırsan ki, subhanallah, yəni ağır bir şeydir, amma sənin üçün asanlaşıb.
Ona görə yəni insan Allahdan, sən Allahın əlindədir, Allah istədiyinə verir. Mən yuridillah bihi xeyran yufaqihu fid-din. Əgər kim Allah kimi dində fəqih, kimə Allah xeyir istəyirsə onu dində fəqih edər, dini başa düşən edər. Və yaxşı, üçüncü nədir? Və la tə'ciz. Ki, aciz qalma. Yəni, bax, sən çalışırsan və çalışmaqla yanaşı sən Allahdan yardım istəyirsən, amma o həmin nəticə alınmır. Həmin nəticə alınmır. Deyir ki, və la tə'ciz. Davam elə. Davam elə, davam. Mümkün deyil ki, alınmasın. Yəni, və la tə'ciz. Aciz qalma. O bilsən, Allah sənə imtihana çəkir. Görüm, sən tez nəticə gözləyənsən, yoxsa Allaha ibadəti istəyənsən, Allahın razılığını istəyənsən. Hər şeydə. Və həmçin dünyavi işlərdə də belədir. Kim əgər dünyavi işlərdə müvəffəq olmaq istəyirsə, bu işdən şey addımı atsın, baxsın, görsün ki, Allah onca müvəffəq edir. Yəni, tutaq ki, nəsə bir ticarət edirsən, biznes qurursan və s. Yəni, Allah müsəlmanların malına bərəkət versin. Və bir iş görürsən, bax, başladın, çalış, əzmkar ol, işlə, tənbəl olma. İkinci, Allahdan yardım istədin. Allahım, bu işimi asanlaşdır. Allahım yardım et. Allahım kömək ol. Ya Rabbi kömək ol. Yəni, bu belə duaları çoxal. Üçüncü, görürsən ki, alınmır. Neçə ildir bu işdə gedirsən, alınmır. Və la tə'ciz. Aciz qalma. Davam elə. Görəcəksən ki, yəni Allah səni müvəffəq edir. Allah bizi hamımızı müvəffəq etsin. İman da belədir. Əgər köhnə imanı qaytarmaqsa, bu üç yolu davam eləsən, belə götürəndə nəsə xavariqlər yoxdur, yəni. Nəsə möcüzələr yoxdur. Asandır, amma yəni ki, Allahın asan etdiyi insan üçün. Allah bir daha doğrusu, Subhanəkəlləhm həmdük, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.